10 may 2026-cı il tarixində Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və görüş zamanı səsləndirdiyi fikirlər mühüm siyasi və mənəvi önəm kəsb edir. Qeyd edək ki, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin doğum günündə belə bir hadisənin yaşanması xüsusilə təqdirə layiqdir. Bu görüş Ulu Öndərin ən böyük vəsiyyətinin gerçəkləşməsinin və Şərqi Zəngəzurun yenidən doğulmasının təsdiqidir. Dövlət başçısının sakinlərlə görüşdə bəyan etdiyi Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bax, bugün biz buradayıq, Zəngilandayıq, düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq. Cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. Sözləri səfərin əsl mahiyyətini, mənəvi siyasi amalını ortaya çıxarır. Dövlət başçısının Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər regiona və dünyaya yönəlmiş strateji mesajlarla zəngindir. İşğal dövründə xarabalığa çevrilmiş Zəngilanda görülən işləri dünyaya nümayiş etdirən Prezident bəyan etdi ki, bölgədə sülhün və inkişafın əsas təminatçısı məhz Azərbaycandır. Regionun logistik imkanları, Zəngəzur dəhlizi, bölgənin qlobal ticarət yollarının kəsişməsində yerləşməsi onun əhəmiyyətini daha da artırır. Beynəlxalq hava limanı, Ağalı kəndi, Məmmədbəyli, yeni yaşayış məhəllələri, məscid, yollar, körpülər, elektrik stansiyaları, Dost Agropark, dəmir yolu və Zəngəzur dəhlizi perspektivi ilə Zəngilan artıq regional mərkəz obrazı qazanır. Prezident Zəngilanı Azərbaycanın və bölgənin daşımalar, çatdırılma mərkəzlərindən birinə çevirmək niyyətini açıq ifadə etdi. Azərbaycanın sülhün yaradıcısı olduğunu və bu yolda davam etdiyini bəyan edən dövlət başçısı son dövrlər Ermənistanda revanşist qüvvələrin seçki kampaniyası fonunda aktivləşməsinə də münasibət bildirərək onlara qəti xəbərdarlıq etdi. Azərbaycan öz tarixi torpaqlarında əbədi qərarlaşıb, bölgədə quruculuq işləri aparır və təhlükəsizlik prioritetdir. Onun qarantı qüdrətli Azərbaycan ordusudur. Prezidentin açıqlamaları isə ölkənin müstəqil xarici siyasətinin, iqtisadi suverenliyinin və hərbi qüdrətinin təzahürüdür. Bu isə Cənubi Qafqazdakı yeni reallığı, Azərbaycanın diktə etdiyi sülh, əməkdaşlıq və tərəqqi dövrünün başladığını elan edir. Yəni regionda yeni reallıqlar, yeni dövr başlayıb və təkanverici qüvvə Azərbaycandır. Bu səfər onu göstərdi ki, Azərbaycan qalib gəlməklə kifayətlənmədi. Qısa bir müddət ərzində torpaqlarımızı yenidən canlandırdı, qurdu, yaratdı. Bir zamanlar viran olmuş Zəngilanda artıq həyat dirçəlir. Prezidentin vurğuladığı kimi işğal dönəmində məcburi köçkünlərə bu müvəqqəti yerdir deyilmişdi. Zəngilanın indiki mənzərəsi həmin sözün dövlət vədi olaraq gerçəkləşməsidir. Bu ərazinin inkişafı, yenidən qurulması həm də Azərbaycanın sarsılmaz iradəsinin və quruculuq qüdrətinin dünyada tanınmasıdır.